Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda çox dadlı badımcan ikrasının hazırlanmasını sizinlə paylaşıram. Badımcan ikrasını hazırlamak üçün badımcan, qırmızı yaşıl biber, yer kökü, soğan, sarımsaq, pomidor, bir də göyərtilərdən şüyüd götürmüşəm. Əvvəlcə badımcanın qabığını bir az zolaqlı şəkildə doğrayıram, amma istəyən tam qabığını sonacan soya bilər. Soyandan sonra hissələrə bölüb kub şəklində doğrayıram. Hamısını qabığını soyub doğrayıb iri bir ləyənə yığmışam. Acı suyunu çıxartmaq üçün üzərinə duz səpirəm, yaxşıca qarışdırıram. 20 dəqiqəliyə qoyuram bir kənara. Badımcanın acısı çıxana qədər digər tərəvəzləri hazırlayıram. Videom çox vaxt aparmasın deyə tərəvəzlərin təmizlənmə, doğranma hissəsini çəkməmişəm. Tərəvəzləri ət-çəkən maşından keçirdib sonra bişirirəm, amma istəyən elə bişirib blenderdən də keçirtmək olar. Əvvəlcə doğradığım 1 kilo soğanı ət-çəkən maşından keçirdirəm. Pişirəcəyim qazana yağ əlavə edirəm. Bu dəfə mən badımcan ikrasını zeytun yağı ilə bişirirəm. Amma siz evdə olan istənilən bitki yağı ilə bişirə bilərsiniz. Qazana 2 stəkan yarım yağ əlavə edəndən sonra çəkdiyim soğanın hamısını yağın üzərinə əlavə edirəm, qarışdırıram. Soğanların acı suyu tam çəkilib, yağa düşüb, biraz qızarana qədər qovururam. Bu arada soğanlar qovrulana qədər digər ərzaqları maşından keçirdirəm. Yarım kilo yer kökünü təmizləyib doğramışam, onu da ət-çəkən maşından keçirdirəm. Arada bir soğanı qarışdırıram. Doğradığım yaşıl, qırmızı biberləri də ət-çəkən maşından keçirdirəm. İstəyə görə acı biber də qatmaq olar, amma mən acı biber vurmadım. Biberin ardından 6-7 diş təmizlədiyim sarımsağı da biberlərin üstünə çəkirəm. Artıq baxıram, soğanların suyu çəkilib, yağa düşüb, az qızarıb, belə olduqda çəkdiyim yer kökünün hamısını qazana əlavə edirəm, qarışdırıram. Soğanla yer kökün 2-3 dəqiqə qarışdıraraq bir yerdə qovururam. 1 kilo yuyub, təmizləyib, doğradığım pomidorları da ət-çəkən maşından keçirdirəm. Mən pomidorun qabığını soymadım, amma istəyən pomidorun qabığını da soya bilər. Badımcanların acısı çıxandan sonra soyuq suyla təmiz yuyub sıxmışam. Amma buna baxmayaraq yenə suyu çıxır. Ona görə badımcanları ət-çəkən maşından keçirdəndə bir aş süzənin içərisinə çəkirəm, altına da bir iri boş qab yerləşdirmişəm. Çəkəndən sonra əlimlə üstündən sıxıram. Qalan suyu da çıxır. Belə gördüyünüz kimi badımcanların yenə suyu çıxıb. Badımcanları da qazana əlavə edirəm hamısını. Qarışdırıb bir yerdə biraz bişirirəm. Tərəvəzlər biraz bişəndən sonra biberlərlə sarımsağı əlavə edib qarışdırıram. İkra üçün istifadə elədiyim ərzaqların ölçülərini, tərəvəzləri təmizləyib doğrayandan sonra çəkmişəm. Ölçüləri videomun açıqlama bölümündə qeyd eləmişəm. Sonda pomidoru əlavə edirəm. Qarışdırandan sonra qapağını örtürəm. Qazın orta xodunda tərəvəzlər yumuşalana qədər bişirirəm. Arada bir açıb qarışdırıram. Tərəvəzlər hamısı öz suyunu buraxıb, öz suyunda yaxşı bişir. Bir dəstə xırda-xırda doğradığım şüyüdü əlavə edirəm. 2 xörək qaşığı duz, qara istiot. Qarışdırandan sonra qapağını örtürəm. Arada bir qarışdıraraq suyu çəkilib yağa düşənə qədər bişirirəm. Artıq gördüyünüz kimi ikranın suyu çəkilib, yağa düşüb, yağı üzə çıxanda deməli qatılaşıb.
Tərəvəzlər yaxşı bişib, suyu çəkilib, yağa düşüb. Suyu çəkiləndən sonra tez-tez qarışdırmaq lazımdır ki, qazanın dibi vurmasın. İkranı hazırlayanda bankaları qaynatmıram. Qapaqların üzərinə qaynar su tökürəm, qoyuram, biraz kənarda qalır. Qazana su töymüşəm, bankaları 5-10 dəqiqə suda qaynadıram, sterilizə eləyirəm. Qazı keçirmirəm, elə qaynaya-qaynaya, qazın aşağı xodunda qaynaya-qaynaya bankalara yığacam. Sterilizə olmuş bankaların içinə qaynaya-qaynaya, qaynar ikradan yığıram. Banka dolanacan yığandan sonra qapağın üstünə çevirib bağlayıram. Bişirdiyim tərəvəzlərdən 6 ədəd yarım kiloluq banka ikra alındı. Biraz da artıq qalıb. Onu da soyuyandan sonra bankaları tərs çevirirəm, üstünü örtürəm. Tam soyuyandan sonra tutmaları saxladığınız yerdə, evdə, şkafda, zirzəmidə saxlamaq olar. Heç bir qıcqırma, xarab olmur, çox yaxşı vəziyyətdə də qalır. Belə dadlı, ləzzətli badımcan ikrası alındı. Tam hazır olandan sonra istəyə görə blenderdən də keçirdib püre halına gətirmək olar, amma mən püre eləmirəm. Elə bu şəkildə də çox dadlı olur. Siz də hazırlayın. Əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomuzu bəyənməyi, əgər abunə deyilsinizsə abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.